Hər vaxtınız xeyir olsun əziz dostlar. Canlı yenidən evlərinizin qonağıyıq və təmir tikinti işləri həyata keçirdən dostlarımıza mütləq otaq qapıları lazımlıdır və vacibdir. Hətta mənzilin giriş hissəsindən tutmuş bütün otaqlarınızın qapı təminatını bu bölməmizdə həyata keçirə bilərsiniz. MRT inşaata yaxınlaşırsınız və bu otaq qapıları ilə yaxından tanış olursunuz, qiymətlərlə maraqlanırsınız. Danışırıq yenə bu otaq qapılarından. Bəli. Bax, hal-hazırda gördüyünüz Bu Avropa qapılarıdır. Avropa qapıları bəli adımla gedir. O vaxtların adətən taxtadan istifadə edirdilər təbii ki. Yəni belə yox idi da. Belə yox idi əlbəttə. Bu müasir qapılardır. Çəkiləri olduqca yüngül, keyfiyyəti zəmanətli. Olan da var, ağır olan da var. Təbii. Çox gözəl modellər var. Adam istəyir ki, alınan malı təzədən gəlib bir də görəndə deyirsən ay Allah, sən bundan alardım. O qədər modelləri var ki. İnanırsınız ki, o qədər gözəl qapılar var ki, adam düşünür ki, hər otağın qapısını fərqli amma evə qonaq gəlir deyəcək. Yəni burada bir qədər yəqin ki, problem var ki, hər otağın qapısı tək-tək. Ona görə seçim etmək olduqca çətindir. Amma evin dizaynına uyğun, evin rənginə uyğun, aboyuna uyğun, mebelinə uyğun qapılar seçmək də yəni imkanınız var. Bu biz sadəcə burada ağ və bir qədər də malako rəngi deyirlər, kofi malako deyirlər, korичневый deyirlər, açıq fil sümüyü rəngi deyirlər. Yəni bu rənglər haqqında hələ ki danışırıq. Ancaq o bir tərəfə keçəndə artıq rənglərimiz bir qədər küntləşəcəkdir. Bunlardan danışaq inşallah. Bax belə sadə Avropa qapıları da var. Yəni üzərində sadəcə yəni şüşə örtü yoxdur, rəngi ağdır. Belə qapılarımız da var və burada biz danışacağıq inşallah çatdırılmalardan, quraşdırmalardan, zamok petlələrdən və daha nələrdən bu barədə söhbət açıb danışaq bir qədər. Biz demək bizdən MRT inşaat olaraq 175 manatdan başlayan qiymətlərlə qapılarımız, 175 manatdan keçib biraz qiymətlərimizə, keçən o tərəfə başlayır qiymətlərimiz və buna daxildir zamok petlə. Zamok petlə daxildir və buna daxildir, bəli, quraşdırma və hətta şəhər daxili çatdırmamız, bəli, tamamilə doğrudur. Bunların içərisində. Yəni bunlar pulsuzdur. 75 manatın içində olan. Yəni bunlar pulsuz sayılır da belə. Qalxa da var qani. Modeldən, seçim. Və Rusiya istehsalıdır. Bəli, bunlar bütün qapılar Rusiya istehsalıdır və evin bütün otaqlarında, hətta vanna otağında istifadə etmək imkanınız var. Məsələn, bu qapılardan. Bunu yəni bax belə bəzəkli olan da var. Qızılı işləmələrlə şüşə üzərində istədiyiniz dizaynda, istədiyiniz formada qapıları sifariş edə bilərsiniz. Əziz dostlar, bir qapı modeli seçirsiniz və söylürsünüz ki, mən evimdə bu modeldən görmək istəyirəm və biz də sizin sifarişlərinizi 3 gün ərzində, maksimum 3 gün ərzində və elə o qapılar var ki, elə evdə zanela var ki, qoşa açılır. Bəli, qoşa. Cüt açılan qapılar deyirlər ona. Elə ana-bala qapılarımız da yəni gəlir sifarişdə olur. Məsələn, bir dənə bütöv, bir dənə onun yarısı lazım varsa, bəli, onu da gətirir. İstənilən yəni ölçü, hündürlük, fərq eləmir. Fərq eləmir. Nə olsa yəni problem yox. Burada bir qədər də bizim tüt qapılarımız var ki, yəni qoz ağac rəngində olan qapılarımız var. Onun da naxışları olduqca unikaldır və görünüş də olduqca möhtəşəmdir və söhbət nədən gedir? Qapının möhkəmliyindən, sərtliyindən, deformasiyaya uğramamasından müəyyən vaxt keçəndən sonra biz də keçmişdə taxta qapıları bir müddət quraşdırırdıq. Üzərindən bir ay keçəndən sonra həmin qapını açıb bağlamaq olmurdu. Əgər 5 nəfər çəkib bağlayaydı, açılmaz. Aslında problem yaradır və zamok petləri yerinə düz gəlmirdi. Yəni quruduqca ağac deformasiya uğrurdu. Ya aşağı əyilirdi, ya başı əyilirdi. Çünki yaş taxtalarını istəyirsən. Onları tam olaraq qurutmaq da mümkün deyildi. Bunlar MDF-dir. Bəli, sırf yox. Sırf taxtadır sadəcə olaraq. MDF. Sadəcə olaraq quru məhsuldur. Quru məhsuldur və bunlar preslənmiş məhsul, yəni sıxılmış məhsuldur. O səbəbdən bu qapıları necə qoyursunuzsa ilk gündən elə də qalır. Elə də qalacaq. Yəni burada əyilmələr, çatlamalar, qırılmalar baş verməyəcək. Yəni baxırsan həqiqətən də seçim etmək çox çətindir. Qiymətlər də burada olduqca münasibdir. Əziz dostlar, gəlirsiniz MRT inşaata, burada olan peşəkar mütəxəssislər sizə qapı seçməkdə tam olaraq yaxından kömək edəcəklər ki, sizin büdcənizə uyğun, sizin rəng çalarına uyğun, ölçüyə uyğun mütləq şəkildə sizə qapı təqdim edəcəklər və siz bu qapılardan razı qalacaqsınız. Biz burada haqqında danışdığımız, söhbət etdiyimiz, yəni otaq arakəsmələr qapılardır ki,
ondan danışırıq və bizim burada sev qapılarımız da mövcuddur. Dəmir qapılarımız da var. Mənzili ilk olaraq elə sev qapıdan başlamaq lazımdır ki, bir qədər möhkəm olsun, uzun ömürlü olsun, keyfiyyətli olsun, dayanıqlı olsun. Birinci evin çölü. Birinci evin çölü deyirlər, sonra evin içərisi deyirlər. Bax, burada bizim gördüyünüz belə dəmir qapılarımız var, yəni çöl qapılarımız var. Yerli istehsallarımız da var, Rus istehsalımız da var. Yerli istehsallar 220 manatdan başlayır. Yerli istehsallar 220 manatdan başlayır. Tacı gedir. Yəni yenə deyim, rəng seçimidir. Dəmirin qalınlığıdır, nazikliyidir, arkasının möhkəmliyidir, zamokun petlərinin quraşdırılmasıdır, neçə zamokdan ibarət olmasıdır. Bütün bunlar hamısı şərtdir. Hətta üzərində modellər də şərtdir. Yəni bu bizim belə də yerli istehsal və bunun da ölçü müxtəlifliyi var, əziz dostlar. Yəni hansı qapınızı hansı ölçüdə qoymusunuzsa, o ölçüdə sifariş edə bilərsiniz. Yenə də bəzəklərini də özü seçə bilərsiniz, rəngini də özü seçə bilərsiniz. Yəni kataloqdan istədiyiniz. Yəni burada da seçim ola bilər və əlavə kataloqumuzda var. Təbii ki, yerli istehsal olduğumuz, yəni özümüz istehsal elədiyimiz üçün istənilən ölçüdə, istənilən frammuqalı olsun, həyat da ki, enli olsun biraz. Enli qapıların müəyyən standartı var. Üst istəsə bəzəkli olsun, bəzəksiz olsun, fərqi yox. Arka deyirlər, yəni frammuqalı. Yəni nə olur olsun götürürük zakazını da və istehsal edib müştəriyə təqdim edirik. Yenə də daxili çatdırmamız var. Daxildə bəli, çatdırmamız mövcuddur bu qapılarda da. Və bir də var Rusiya istehsalı. Bir qədər bunların ölçüləri böyükdür. Bunlar böyük olur hətta. Yəni bu məhəllə evlərinə daha məqsədə uyğundur ki. Yeni tikilən müasir evlər, yeni tikilən evlərimiz deyək də, belə deyək. Onlara məxsusdur. Bunlar çox gözəl və çox keyfiyyətli. Yəni belə deyək, Novostroyka binalarında biz bu qapıları görə bilirik və bu qapıların da həm üst naxışları olduqca fərqlidir, əziz dostlar. Həm keyfiyyəti, həm açılıb bağlanması, həm də belə deyək. Onluq. Yəni aça bilərik, amma ehtiyatla açsın ki, üzərimizə gəlməsin qapı. Onluq MBF-dən hazırlanıb bax bu Rusiya istehsalı çox super bir şeydir. Unikal bir şeydir. Çox möhkəmdir. Çox dözümlü, yağışa, suya, yəni sizə çox gözəl ehtiyatlı qapıdır. Qalınlığını da biz görürük ki, olduqca qalındır və keyfiyyətlidir və bunu da mənim qapı çox xoşuma gəldi. Kambrimlə olunan bir qapıdır. Yəni sərtliyi, möhkəmliyi, dayanıqlığı isə olduqca möhtəşəmdir və iki tərəfli bağlamadan istifadə olunur. Zamok yerləri ümumiyyətcə çox gözəl tasarlanıb, yəni Rusiya Federasiyası. Buradan da içindən bax bilinir ki, onluq MDF-dən çəkilibdir. Yəni çox qalındır, keyfiyyətlidir. Rusiya Federasiyasının Bunker zavoduna istehsal olunan məhsuldur. Yəni baxanda da burada da var, həm də bax burada görülür. Həm ağ, həm qara. Yəni içi fərqli bir şey olur. Çölü fərqlidir. Yəni içidə mənzildə bir ayrı gözəllik yaradır. Bəli. Çölü də mənzildə bir ayrı gözəllik yaradır. Baxın, içərisi ağdır, çölü fərqli dizayn olunub. Bunun da bir gözəlliyi var və hətta bağlamalarında, əziz dostlar, və gözlük yeri də burada fərqlidir. Gözlük yeri fərqlidir. Bəli, bağlamalar. Yəni dizaynı pozmamaq üçün bunu gətirib, yəni burada məhv edib içəridən qoymurlar da, bir kənardan yerləşdiriblər bunu və hər iki tərəfli bağlanan zamoklardandır. Önemlisi odur. Zamoku iki istiqamətdə qorulubdur. Həm ondan istifadə edə bilərsən, həm yuxarıdan istifadə etmək mümkündür, həm aşağıdan istifadə etmək mümkündür, həm də orta bizim bildiyimiz tən orada. Bunun özünə də bir gözəllik var, naxışdır bu da. Ona görə də əməliyyat inşaata daxil olursunuz, gəlirsiniz, həm çöl qapılarınızı rahat şəkildə seçə bilirsiniz, həm də ev qapılarınızı. Yenə də bunun da içərisi də sanki bir qapıdır, çölü də sanki bir qapıdır. Və burada da var təbii ki, bir qədər böyük ölçülü, yeni gələn bunlar axşam gəlibdi, müştəri sifarişidir. Sifarişdən gələn qapılardır. Sifarişdən gələn qapılardır. Diqqət edək ki, bunun ölçüləri bir qədər də müxtəlifdir. Yəni böyük ölçülü, xüsusi olaraq mənzildə olaraq müştərinin sifarişi üçün. Çünki niyə? Adətən biz özümüz mənzil tikiriksə, giriş qapılarını bir qədər böyük qoyuruq. O səbəbdən böyük qoyuruq ki, artıq müasir interyerə uyğun bizim seçdiyimiz istər klassik olsun, istər avangard olsun, məhsullar bir qədər böyük ölçü olduğundan qapılara sürtünməklə kənarları cızılır, məhv olur. Onu təzədən söküb quraşdıranda bir qədər də keyfiyyəti
itir. Qismən də olsa itir. Əlbəttə ki. Hə, Fabrik başqa şey, əldə söküldü. Fabrik təbii ki, hazırladı bir Yəni o divan. adamın çox başına gəlir ha. Ya mən dəfələrlə şahid olmuşam. Bizim mənzildə oldu. Məsələn, qapıdan keçirdəndə divanın bütün kənarları sürtüldü, məhv oldu. Onu nə qədər də restavrasiya eləməyə çalışsaq, yenə də orada o xətlər, müəyyən cızıqlar qaldı. Ona görə də bax bu sifarişlə gələn bizim böyük ölçülü qapılardır ki, müştərimiz istəyir ki, mənzilinə daxil olan hər nə varsa, cızılmadan, xarab olmadan, məhv olmadan, yəni mənzilə gəlsin. O səbəbdən siz də sifariş verə bilərsiniz, əziz dostlar. İstədiyiniz ölçü, istədiyiniz rəngə, istədiyiniz dizayn, istədiyiniz qalınlığa uyğun bizdə sifarişlər də qəbul olunur. Həm yerli istehsallarda, həm də seyf qapılarımızda Rusiyadan gələn qapılara da fərqi yoxdur. Kataloqla seçim edirsiniz, sifarişinizi edirsiniz, mütləq şəkildə çatdırırıq və hətta bizim hər 365 gün, yəni ilin 365 günü burada bizim lotereyamız həyata keçirilir ki, səfər günü ilə də bağlı Niva markalı avtomobil məsələ sizin ola bilər. Bütün lotereyalarımızda avtomobil olacaq. Bu mütləqdir, əziz dostlar. Bu qapıları almağa pulunuz yoxdursa, şəxsiyyət vəsiqənizi götürüb gəlirsiniz. Yerində kredit də mövcuddur, bir kart, taksit kart da keçərlidir. Bizim paylaşımları xahiş edirik, sizlər də paylaşın, rəy yazırsınız, fikrinizi bildirirsiniz. Buna görə də dəyərli dostlarımıza, bizi sosial şəbəkədən izləyən dostlara özlərinin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sükanı belə saxlamaq lazımdır. Əziz dostlar, bizim paylaşımlarımızı siz də paylaşın ki, daha çox ətrafdan olan, bölgəmizdən olan dostlar görsünlər və gəlsinlər MRT İnşaata. MRT İnşaata hər zaman çalışır ki, birlikdə tikək. Bir tikintiyə başladınızsa, üst tutursunuz bizə A-dan Z-yə. Evə aid, mənzilə aid nə varsa hər biri bizim MRT İnşaatımızda var. Odur ki, bura MRT İnşaatdır, birlikdə tikmək lazımdır. Əlbəttə.